Məktəb və valideyn bu münasibət çox vaxt, necə deyim, biraz gərgin olur, elə deyilmi? Amma təsəvvür edin ki, bu gərginliyi asanlıqla etimada çevirməyin bir yolu var. Bu gün biz məhz bu münasibətləri kökündən dəyişə biləcək yeni bir modeli incələyəcəyik. Gəlin səmimi olaq. Məktəbdən telefonunuza zəng gələndə ürəyiniz necə döyünür? Əgər valideynsinizsə, o anlıq narahatlığı yəqin ki, çox yaxşı bilirsiniz. Bəs müəllimlər? Onlar üçün də o zəngi etmək heç asan deyil. Yaxşı, bəs niyə yaxşı niyyətlə edilən bir zəng belə bir gərginliyə səbəb olur? Cavab ilk baxışda görünəndən qat-qat dərindir. Məsələnin kökü əslində problemin özündə deyil. Əsas məsələ o problemin yaratdığı o emosional enerjinin idarə olunmasındadır. Standart yanaşma necədir? Bu xam, filtrlənməmiş enerji birbaşa valideyni ötürülür və bununla da heç kim istəmədən narahatlıq və gərginlik toxumları əkilir. Yaxşı, gəlin bu zəncirvari reaksiyanı bir-bir açaq. Biz buna negativ enerji dövriyyəsi deyirik. Və ən maraqlısı nədir bilirsiniz? Bu proses demək olar ki, həmişə yaxşı niyyətlə başlayır. Amma sonda etimadsızlıqla nəticələnir. Necə olur bu? Hər şey adətən belə başlayır. Müəllim sinifdə bir problemlə üzləşir və nə edir? Dərhal valideynə zəng edir ki, kömək istəsin. Niyyət əlbəttə ki, təmizdir. Gəlin problemi birlikdə həll edək. Amma gəlin bu yanaşmanın yaratdığı o ilk təsirə, o ilk saniyələrə diqqət etirək. Valideyn dəstəyi qaldırır və nə işidir? Çox vaxt emosional, filtrlənməmiş bir problem axını. Və o an beynində dərhal təhlükə siqnalları yanır. İnstinktiv olaraq bir müdafiə mövqeyinə keçir. Mənim övladıma nəsə olub düşüncəsi o an bütün məntiqli fikirləri üstələyir. Bax, bütün problemin düyün nöqtəsi elə buradadır. Niyyətlə qavrayış arasındakı o böyük uçurum. Müəllim nə istəyir? Konkret bir davranışı müzakirə edib tez bir həll tapmaq. Bəs valideyn bunu necə eşidir? Övladıma hücum edirlər, məktəb bizə dəstək olmur. Yəni, müəllim əməkdaşlıq üçün bir qapı açdığını zənn edir, amma valideyn üçün o qapı bir divara çevrilir. Körpü qurulmur, əksinə aradakı uçurum daha da dərinləşir. Beləliklə gəldik negativ enerji dövriyyəsinin tərifinə. Bu sadəcə məktəbdə yaranan o negativ enerjinin, o filtrlənməmiş şikayətlərin çölə çıxıb ailələrə çatması və nəticədə etimadı məhv etməsi prosesidir. Yaxşı, əsas sual budur. Bu zəhərli zənciri qırmaq ümumiyyətlə mümkündür? Əlbəttə, mümkündür. İndi gəlin yeni bir ünsiyyət modelinə baxaq. Bütün bu prosesi baş-ayaq çevirən bir yanaşmaya, problemə ilişib qalmaq əvəzinə gəlin enerjinin axınını dəyişək. Cavab, pozitiv enerji dövriyyəsi adlanan yeni bir modeldə gizlidir. Və bu yeni modelin məqsədi inanılmaz dərəcədə sadə, amma çox güclüdür. Negativ enerjini valideynə çatdırmadan məktəbin daxilində saxlamaq və neytrallaşdırmaq. Baxın, söhbət problemi gizlətməkdən getmir, əsla. Söhbət o problemin yaratdığı emosional yükü məktəbin içində həll edib, valideynin qarşısına artıq hazır bir planla çıxmaqdan gedir. Yaxşı, bəs bu necə mümkün olur? Təbii ki, bu sadəcə bir fəlsəfə, bir arzu deyil. Bunun işləməsi üçün konkret bir alət, bir mexanizm lazımdır. Və o alət məktəbdaxili yaradılan operativ həll komandasıdır. Bu komanda o negativ enerjini udan və onu müsbət bir həll yoluna çevirən bir filtr kimidir. Gəldik bu məktəbdaxili həll komandasına. Maraqlıdır, elə deyilmi? Bəs bu komanda dəqiq necə işləyir, kimlərdən ibarətdir? Gəlin indi bu yeni prosesin addımlarını bir-bir izləyək. Baxın, komandada kimlər var? Sinif rəhbərləri, fən koordinatorları, direktor müavinləri, məktəb psixoloqu və hətta intizam üzrə məsul şəxs. Bu tək bir adamın qərarı deyil, fərqli sahələrdən mütəxəssislərin bir araya gəlməsidir. Məsələn, sinif rəhbəri gündəlik vəziyyəti görür, psixoloq davranışın dərinliyini enir, rəhbərlik isə ümumi dəstəyi təmin edir. Məqsəd nədir? Problemi hər tərəfdən əhatə edib ən effektiv həlli tapmaq. Yaxşı, bəs bir şikayətin, səyahətin necə dəyişir? Baxın, birinci addım. Müəllim problemi görüb komandaya məlumat verir, valideynə yox. İkinci addım. Komanda məsələni araşdırır, psixoloji, akademik hər tərəfdən. Üçüncü və ən vacib addımlardan biri. Komanda ilk olaraq məktəbin öz daxilində bir həll tapmağa çalışır və yalnız bütün bunlardan sonra dördüncü addımda valideynlə əlaqə saxlanılır. Fikir verdiniz, valideyn artıq zəncirin əvvəlində deyil, sonunda yer alır və ona sadəcə problem yox, həll yolu təqdim edilir. Bu ünsiyyəti reaktivlikdən proaktivliyə çevirir. Bütün bunların nəticəsi nə olur? Bu yeni modelin gətirdiyi o böyük dəyişiklik nədir? İndi gəlin gərginliyin necə etimada çevrildiyinə, yəni bu modelin transformativ təsirinə daha yaxından nəzər salaq. Bu müqayisə əslində hər şeyi göstərir. Köhnə sistemdə nə var idi?
emosional, reaktiv ünsiyyət, tək qalmış, dəstəksiz müəllimlər, üzərinə problemli damğası vurulmuş şagirdlər və nəticə etimadsızlıq. Bəs yeni modeldə ünsiyyət artıq konstruktiv və dəstəkləyicidir. Müəllimlər bir komandanın parçasıdır, şagirdə isə inkişaf yönümlü yanaşılır. Bütün bunların cəmi nədir? Etimad, sadə və aydın. Baxın, bu cümlə hər şeyi özətləyir. Valideyn emosional gərginlik deyil, təhlükəsizlik və dəstək mesajı alır. Bu, hər şeyi dəyişir. Valideyn artıq özünü müdafiə etmək məcburiyyətində hiss etmir. Çünki bilir ki, məktəb onun düşməni yox, müttəfiqidir. Gəlin faydaları bir daha sıralayaq, çünki bu həqiqətən də vacibdir. Birincisi, negativ enerji məktəbin divarlarından kənara çıxmır. İkincisi, müəllimlər artıq tək deyil, arxalarında bir komanda olduğunu bilirlər. Üçüncüsü, şagirdlər problemli damğası yemədən lazımi dəstəyi alırlar. Dördüncüsü, valideyn və məktəb arasında möhkəm bir etimad yaranır. Və bütün bunların nəticəsində bütün məktəbin emosional ab-havası yaxşılaşır. Ən əsası, bu mühitdə ən çox qazanan əlbəttə ki, şagird olur. Yaxşı, bütün bu danışdıqlarımızın mərkəzində nə dayanır? Əsas çıxarış, əsas fikir nədir? Gəlin indi emosional enerjinin idarə olunması mövzusuna, yəni bütün bu modelin bizə öyrətdiyi əsas dərsə baxaq. Pozitiv enerji dövriyyəsi əslində sadəcə xoş sözlər demək və ya müsbət mesajlar göndərmək deyil. Bu, daha dərin bir şeydir. Bu, emosional enerjini şuurlu şəkildə idarə etməkdir. Negativliyi bir kənara atmağı yox, onu məhsuldar, daxili həllərə çevirmək üçün sistemli bir yanaşmadır. Yəni, problemi böyütmək əvəzinə onun enerjisindən həll yolu yaratmaq sənətidir. Və sonda bu model bizə düşündürücü bir sualla baş-başa qoyur. Bəlkə də əsas məsələ problemlərdən qaçmaq deyil, onların enerjisini tamamilə fərqli bir istiqamətə yönləndirməkdir. Bəlkə də həyatda qarşılaşdığımız ən böyük çətinliklər əslində bizim ən böyük dəyişim fürsətlərimizdir. Bu təkcə məktəblər üçün deyil, elə deyilmi? Hamımızın üzərində düşünməsi gərəkən bir fikirdir.